Ayağımın elə amputasiya olunmasına Vladiklə bir yerdə olanda amputasiya səbəbi ayağıma kənardan olunmuş əlavə müdaxilə və salınmış infeksiya nəticəsində oldum qazlı qanqrı. Ayağımda tromb əmələ gəldi. Mən dedim, doktor, mən Məşədi xanımam, mən yuxumu görmüşəm. Siz kəsin, mən yaşayacağam. Uşaqlarımın atası da gəlib durub burada. Ona dedim ki, tutdum elə əlindən. Dedim ki, bundan sonra sənin əlil bir yoldaşın olacaq. Mənim ayağımın biri olmayacaq. Məni atmazsan ki. Amma elə birinci məni atan da oldu. Və ayağım amputasiya olundu. Lalə Azərtaş yenə mənim yanımda oldu. Cəmaət birdən ölərəmsə vəsiyyət eləyir. Mən ölmərəm, qalaramsa bacı məni apar Türkiyəyə. Mən Müge Anlını görüb